Xaricdə mühacir kimi yerləşərək Azərbaycana qarşı informasiya savaşı aparan və milli dəyərlərə düşünülmüş surətdə hücum edən blogerlərlə bağlı müvafiq addımlar artıq atılır. Bir neçə müddətdir ki, bu müzakirə olunur və Azərbaycan hüquq mühafizə orqanları bu antimilli layihəni tamamilə aradan qaldırmaqda israrlıdır və bu şəxslərin ölkəyə gətirilməsi istiqamətində artıq ciddi işlərə başlayıblar. Hüquqi prosedurlar çərçivəsində və həmin onların ölkəyə gətirilməsi üçün Avropanın hüquq sisteminə uyğun şəkildə işlər həyata keçirilir və 2018, 2019, 2020-ci illərdə də Azərbaycan hüquq mühafizə orqanları həmin şəxsləri cinayət əməllərinə görə beynəlxalq axtarışa vermişdi, ancaq Avropa ölkələrindən müsbət cavab almamışdı. Buna səbəb kimi sorğular zamanı həmin ölkələrin hüquq sisteminə uyğun boşluqlar buraxılması iddia edilir və həmin qeyd etdiyimiz söyüş blogerləri Azərbaycana qarşı təxribat xarakterli informasiyalar yayan, müxtəlif cinayət əməllərində adları çəkilən və danışıqlarında da təhqir, söyüş, böhtan xarakterli ifadələrə yer verən həmin blogerlər dəfələrlə istintaqa çağırılıb, dəfələrlə prokurorluq tərəfindən onlar çağırılıb, amma indi isə artıq hüquqi prosedurlar çərçivəsində onların gətirilməsi fonunda ciddi sənədləşmə prosesləri həyata keçirilir və yaxın günlərdə onlarla bağlı da ciddi xəbərlər alacağıq.